200 manatlıq dekor tablonu 15 manata hazırlayıram. İstilik sistemi üçün satılan penoplastın kənarlarını oval formada kəsdim. Üzərindəki deşikləri isə kağız skoç ilə bağladım ki, gips içəri dolub əlavə ağırlıq verməsin. Sonra adi inşaat gipsini götürdüm. Çoxunuz soruşursunuz, hansı gips istifadə edirəm. Açığı mən də çox fikir vermirəm. Sadəcə gips istəyirəm və kilo ilə alıram. Ona görə də marka, firma heç birini bilmirəm təəssüf ki. Gipsi penoplastın üzərinə əlimlə yaydım. Yaymaq üçün alətim yoxdur. Ancaq əlimlə yaysam da forması xoşuma gəlir. Elə ona görə də belə sərkəs görüntünü sevirəm deyə əlavə aparatını almıram. Tablonun üzərindəki asimetrik güldan formalarını hazırlamaq üçün isə alüminium folyadan istifadə etdim. Açığı bu işin peşəkarı deyiləm, necə düzgün edilir bilmirəm. Ola bilər ki, siz video baxdıqda axı bu belə edilməməlidir, başqa cür edilməlidir deyə düşünürsünüz. Mən sadəcə özüm düşündüyüm kimi edirəm bunu. Ola bilər ki, bundan daha səliqəli və daha asan yolu var. Bilirsinizsə siz də yazın, mən də öyrənim sizdən. Nəysə, güldanların formasını verdikdən sonra tablonu kənara qoyub qurumasını gözləyirəm. Part 2-də isə rənglənmə, saat mexanizminin yerləşdirilməsi və divara bərk edilmə hissəsini göstərəcəm. İzləmədə qalın ki, qaçırmayasınız. Hələlik!